Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri sizlər üçün qeyd edəcəyik siklon və antisiklonlar haqqında. Siklonlar nədir, antisiklonlar nədir? Bunlar haqqında geniş və ətraflı izah vermiş olaq. Bir çox abituriyentlər demək olar ki, siklon və antisiklonları qarışdırır. Ay müəllim, mən bunu anlaya bilmirəm. Yadımda qalmır, şimal yarımkürəsində necədir, cənub yarımkürəsində necədir və s. Hər dəfə bu kimi mesajlar gəlir mənə. Amma ki, bu günləri onun haqqında tam şəkildə izah verəcəyik və tam öyrənmiş olacaqsınız. Dərsimizə keçməmişdən öncə onu qeyd edeyim ki, noyabr qruplarımızda hələ də qeydiyyat davam edir. Siz də qeydiyyatdan keçmək istəyirsinizsə 077 598 38 00 nömrəsi ilə əlaqə saxlayın. Sonra yer qalmaya bilər. Deməli, baxaq görək siklonlar nədir? Siklonlar qapalı, alçaq, təzyiq sahəsində əmələ gəlir. Yəni, bu nə deməkdir? Görürsünüzmü? Kənarlardan mərkəzə doğru ox işarələri verir. Bu nə deməkdir? Yəni ki, kənarlardan mərkəzə doğru hava axınları var. Yəni, alçaq təzyiq mərkəzdədir, yüksək təzyiq isə kənarlardadır. İndi, buna görə biz nə deyəcəyik buna? Qapalı, alçaq təzyiq sahəsində yaranan siklondur. Siklonlar əsasən, belə deyək də, yerin öz ox ətrafında fırlanması nəticəsində şimal və cənub yarımkürəsində fərqli istiqamətlərdə dövr edir. Yəni, şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəb istiqamətində dövr edir. Yadımızda saxlayaq ki, passat küləkləri şimal yarımkürəsində saat əqrəbi istiqamətində, siklonlar isə saat əqrəbinin əksi istiqamətində hərəkət edəcək. Ona görə də bunların bəzən toqquşmaları da baş verir. İndi, şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətidirsə, o zaman cənub yarımkürəsində saat əqrəbinin istiqamətində dövr etmiş olacaq. Siklonlar tropik və tropikdən kənar siklonlar olacaq. Tropik siklonlar əsasən okeanların üzərində yaranır və tropik hava kütləsinin yay aylarında ekvatordan nisbətən uzaqlaşdığı sahələrdə baş verir. Tropikdən kənar siklonlar isə əsasən mülayim enliklərdir. Belə deyək, məsələn, tutaq ki, Yaponiyada tropikdən kənar siklon baş verirsə, Hindistanın cənubunda tropik siklonlar baş verəcək. Ümumiyyətlə, siklonlar əraziyə daxil olarkən hava şəraitini kəskin şəkildə dəyişdirir. Yağıntı yağır, küləklər baş verir. Bunlar əsasən siklonların baş verməsi ilə aydınlanır. Məsələn, burada biz qeyd etmişik tayfunlar, smerslər. Bunlar nədir? Cənub-Şərqi Asiyada əsasən tayfunlar müşahidə olunur. Havanın burulğan hərəkətidir və bu tayfunlar nəticəsində biz görürük ki, orada müəyyən dağıntılar da baş verir. Amma smerslər, tornadolar nədir? Tornadolar isə Şimali Amerika materikində əsasən baş verir. Onun nisbətən cənub hissələrində. Şimali Amerika materikinin şimal hissəsində soyuq iqlim formalaşır, bilirsiniz. Cənubunda isə isti iqlim. Və şimaldan gələn hava kütlələri, soyuq hava kütlələri gəlir, cənubda toqquşur isti hava kütlələri ilə. Bu necə baş verir? Şimali Amerika materikinin qərb hissəsi dağlıq, şərq hissəsi düzənlik relyefə məxsusdur. Ona görə də şimaldan gələn hava kütləsi də rahat gəlir. Cənubdan gələn hava kütləsi də rahat hərəkət edir və bunlar bir-birindən toqquşur, burulğan şəklində hava şəraiti yaradırlar. Bu da çox güclü tornadolara səbəb olur. Həmin tornadolar ABŞ-da məsələn bir xeyli dağıntılara səbəb olub, hətta insanların orada belə deyək də qorumaq məqsədi ilə yeraltı bunkerlər də yaradılmışdır ki, insanlar orada tornadolar zamanı gizlənə bilirlər. Sonra biz baxacağıq nəyə? Antisiklonlara. Antisiklonlarda isə mərkəzdə yüksək təzyiq, kənarlarda alçaq təzyiq sahəsi formalaşmış olacaq. Buna mütləq şəkildə diqqət yetirməliyik. Məsələn, adətən bəzən testlərdə, əsasən də demin test toplusunda verilir, horizontallar verilir. Məsələn, kənarlarda yüksək təzyiq yazır 670 mm civəsunu, mərkəzdə isə 650 yazır. Düzdürmü? Və oxu mərkəzdən kənara doğru qoyur. Artıq bu nədir? Yanlış olmuş olacaq. Buna mütləq şəkildə diqqət yetirmiş olacağıq. Antisiklonlar şimal yarımkürəsində saat əqrəbinin istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbinin əksi istiqamətində hərəkət edəcəklər. Antisiklonun mərkəzində şəlakət hava hökm sürür. Şəlakət hava nədir? Şəlakət havanın tam sakit, küləksiz, yağışsız, yəni hər hansı bir prosesin baş vermədiyi havadır.
Ona görə məsələn Azərbaycana da deyirik ki, siklonlar daxil olanda güclü hava şəraiti kəskin şəkildə dəyişəcək, yağış yağacaq, soyuq olacaq, külək əsəcək və s. amma antisiklonlar daxil olduqda heç bir hava şəraiti dəyişməyəcək, əksinə hava mülayimləşəcək. Biz buna mütləq şəkildə diqqət yetirməliyik. Bundan əlavə antisiklon və siklon haqqında əsas fikirlərimizi qeyd etdik. Burada antisiklon və siklonlar havanın formalaşmasında güclü rol oynayırlar. Bəzən də imtahanlarda bunlar şəkil formasında düşür. Yəni şəkilə mütləq şəkildə diqqət edin, vizual olaraq yadımızda saxlayaq. Siklonlar qapalı alçaq təzyiq, antisiklonlar qapalı yüksək təzyiq sahəsində yaranacaqlar. Antisiklonun mərkəzində şəlakət və yüksək təzyiq olacaq, amma siklonun mərkəzində isə alçaq təzyiq olacaq və eyni zamanda burada havanın şəraiti kəskin şəkildə dəyişmiş formada olacaq. Belə, siklon və antisiklon haqqında əsas deyəcəyimiz şeylər bunlardır. Sağ olun, gələn video izahlarımızda görüşmək ümidi ilə. Hər hansı bir mövzunun izahını istəyirsinizsə, mütləq şəkildə rəy bölməsində qeyd edin.